Az qala qalib gələcəkdi. Xalq sac qorudu. Fagıl fikrə getdi. Bir qədər sonra dedi. Qılınc döyüşündə ölən necədirsə, mənəvi məsələlərdə də xecedi elədir. Odur, bax, dizləri üstə ibadət bəs olmayıb, hələ bir alnını yerə qoyub səcdədə davam edir. Yemək də yeməyib hələ. Fagılın dediyi adam qalxıb oturdu. 40 yaşı olardı. O qədər ağlamışdı ki, içi-içinə sığmırdı. Gözlərini silib toxtamağa çalışırdı. Fagıl səsləndi. Ustad Xecedi, gəlin, Zümxeyği ilə tanış olun. Xecedi yanımıza gəlib, Fagılın təkidi ilə oturdu. Çox ağlamısınız, dedim. O hələ də özünə gəlməmişdi. Baxışları yorğun adamınki kimi süzgün idi. Mənə baxıb, ağlamayan gülə bilərmi, dedi. Gülümsədim. O da gülümsəyib davam etdi. Biri ağlamır, yalnız gülürsə inanma, yalandır. İnsanlar görmüşəm, axırıncı dəfə nə vaxt ağladıqlarını xatırlamırlar belə. Deməli, həqiqi gülüşləri də göz yaşları qədər keçmişdə qalıb. Gülməyən və ağlamayan insanın yaşadığını deyə bilərsənmi? Fagıl sözə qarışdı. Bax, bu ustad danışanda düşünürəm ki, danışmaq necə də gözəl şeydir. Xecedi təsdiqlədi. Elədir, gözəl şeydir. İlk baxışda istiqaməti batindən zahirədir, amma belə deyil. Eyni zamanda zahirdən batinədir. Belə olmasa, xalq sacdan istəməzdik, çünki içimizdəkiləri bilir. Amma danışmağımızı istəyir. Çünki danışanda fikirlərimizi təkcə başqalarına yox, özümüzə də çatdırırıq. Xalq sac istəyir ki, ondan istədiklərimizi dilə gətirməklə özümüz də nə istədiyimizi bilək. Çox şey bildiyimizi fikirləşirik, amma sözlə ifadə edəndə, sözləri bir-bir seçəndə nə qədər bildiyimiz ortaya çıxır. Yazmaq da belədir. Yazanlar təkcə oxuyanlar yox, həm də özləri üçün yazırlar. Claudius təkcə öz yazdığı kitablardan kitabxana qurubmuş. 100-dən çox kitabı varmış. Yazdıqca böyüyür, böyüdükcə yazırmış. Sən də yazırsanmı, Zümxeyği? Başımı buladım. O əlavə etdi. Hələ gec deyil, Zümxeyği Claudius. Hələ gec deyil. Həmin söhbətdən sonra bu kitab yazmaq qərarına gəldim və hər gün yazmağa başladım. Jinjaqın səsi gəldi. Gələn var. Biz də qalxıb hamı kimi uzaqdan gələn atlıya baxdıq. Yaxınlaşdıqca yaralı olduğunu anladıq. 30 yaşlarında zirəksiz cavan idi. Atının boynunu qucaqlamış, yəhərdə zorla oturmuşdu. Bizimkilər bir anda onu atdan endirib üz üstə uzandırdılar. Kürəyində 2 ox vardı. Jelkosek tələsik digərlərini itələyib yaralının köynəyini cırdı. Fagılla mən yaralının baş tərəfinə keçdik. Huşu özündə idi. Pune dilində Fagıl, rəhbər Fagıl, Setraya kömək istəməyə gəlirdim, amma deyəsən siz artıq bilirsiniz. Fagıl, yorma özünü, əzizim. Zümxeyği, bu xas Fağandur katlarındandır. Bizə xəbər gətirirdi həmişə. Narahat olma Punenin oğlu, Jelkosek təbabətdə ustadır, bilirsən. Yaralı, keçib gedər, dedi. Qulaq asın, pisnislər hərəkətə keçib. Necəsə hamımızı tanıyır, sığınacaqlarımızı bilirlər. Bir-bir azalırdıq. Axırda Dıqağ döyüş əmri verdi. Bütün katlarını yığıb dan yeri söküləndə Meğtegileğə hücum edəcək. Ora indi qala kimi qorunur. Yolda tələyə düşüb yaralandım. Fagıl onun başını sığalladı. Narahat olma. Müjdələnmiş gəldi. Bizi bura topladı. Özünü yorma. Tez sağalıb bizə qoşul. Yaralı gülümsədi. Jelkosek yaralarına toxunsa da uf belə demirdi. Fagıl və mən bir qədər aralandıq. Xas Fağandur katları harda yaşayırlar? Soruşdum. Hərəsi bir tərəfdə. Pisnislər hərəkətə keçməzdən əvvəl 200-ə yaxın idilər. Kimliklərini də, məkanlarını da gizlədirlər, amma bizimlə həmişə əlaqədə olublar. Zetiqlağ isə daha gizlidir. Heç kimlə əlaqə qurmurlar. Xas Fağandur katlarının hamısı
Taskabarnalda yaşayırlar. Böyük ehtimalla. Taskabarnal doğulduğum, yaşadığım yerdir. Punedə bu şəhərə Nal şəhəri deyirdilər, amma Kuronda hələ də Taskabarnal adlandırırlar. Claudius'un zamanında Taskabar kəndi və tabe olduğu Nal qalası varmış. Bir müddətliyə Kuron qəbiləsi buraları torpaqlarına qatıb. Puneli Taskabar sakinlərini də öz qəbilələrində olduğu kimi idarə ediblər. Sonra Pune geri alıb. Taskabar və Nal qalası arasında qurulan ordugah da uzun müddət orada qalıb. Əsrlər keçdikcə Taskabarla Nal qalası və ikisinin arasında yerləşən yerlər şəhərə çevrilib. Adı da Taskabarnal olub. Ax, məndə nə üzük var, nə qan tökən, məyusluqla dedim. Fagıl soruşdu. Nə fikirdəsən? Mextegileh qalaya çevrilibsə, ora hücum etmək intihar olar. Şəhər valisi bisnislərdən asılıdır. Döyüş qızışmamış, şəhərdəki Pune döyüşçüləri və gözətçilər də daxil olmaqla yüzlərlə silahlı Mextegilehi qoruyacaq. Xasvağan dur katlarını da buraya yığmalıyıq. Küçə döyüş yol verilməzdir. Şəhərin döyüşçüləri şəhəri tərk edə bilməzlər. Bisnisləri bura çəkməliyik. Lazım gəlsə, Claudius kimi Setrada döyüşərik. Xasvağan dur katlarını buna razı salmaq çətin olacaq. Liderləri razı olsa, mümkündür. Necə? Qan tökən alovdadır və deyəsən alovu necə tapacağımı bilirəm. Burada gözləyin. Mən şəhərə girib qan tökəni tapıb gətirəcəyəm. Şəfəqə kimi liderləri ilə danışıb hücumu dayandırarıq. Onlar ümidlərini itiriblər. İntihar hücumuna hazırlaşırlar. Vədə olunanlara ümidləri qalsa, belə etməzdilər. Fagıl bir qədər təlaşlandı. Kitabları götürdüm. Fagıl, əziz Fagıl, vaxt itirməmək üçün Kuroncasını oxuyacağam, sən də tərcümə elə. Cümlələri oxumaqda çətinlik çəkəndə əlimlə Fagıla göstərdim. Oxuyub tərcümə elədi. Elə inan ki, ümidin heç vaxt itməsin. Elə inan ki, ümidini itirənlərin belə ümidi qayıtsın.